Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, yaxşısız, keyfiniz sazdır. Hər vaxtınız xeyir olsun inşallah. Mən hər günkü kimi çalışıram ki, bir səfər bu günləri bu kitabdan oxuyayım. Bəlkə biraz fərq elər bizim vəziyyətimizə. Dünya, aleykümselam. Dünya insanları hər yerdəki məmləkətlər və insanlar inkişaf eləyiblər, tövsəə tapıblar, tərəqqi eləyiblər. Kitab oxumaq əsərində olubdur. Yəni, o insanlar camiəni irəli götürüblər, kitab oxuyublar. O insanlar kitab oxumurlar, onlar camiəni irəli apara bilməzlər. Və dalı qalar, camiə, toplum dalı qalar. Onun üçün mən fikir edirəm ki, bizim milli hərəkətdə çalışan insanların ən böyük vəzifəsi bu günləri kitab oxumaqdır. Əgər biz, mən hətta Xatəmi dövlətində də bunu pişnahad elədim, təklif verdim, amma icra olunmadı. Əgər biz bu təklifi ki, o dövlətdə eləmişdim, bu günləri öz millətimizə də dəfələrcə bunu Günaz TV-də və burada eləyirəm. Əgər bu işi görsək, biz 1 ilin ta 2 ilin içində ağıllı, stratejist strateji bilən adamları tərbiyyət eləyə bilərik və camiəmiz çox ağıllı bir topluma çevrilər. O da budur ki, biz bu yundan, məsələn, hər kəs gözü milli fəal bildir. Hər sahədəki təxəssüsü var. Demirəm ki, siyasətdə, yox. Hər sahədəki təxəssüsü var ki, elə o sahədə ilin axirinəcən 1 dana, 2 dana, 3 dana, 5 dana kitabı oxuya və izah eləyə. Amma nə farsların baxışı ilə və İran baxışı ilə kitab yazılıbdır. Bəlkə Azərbaycan və Türk baxışı ilə. Onda görərsiniz ki, bir yeni xətt açıldı. İndi İranda o qədər xətt düzəldiblər, xətti 1, xətti 2, xətti 3. Onları ötürün. Biz yeni bir xətt aça bilərik. Yeni bir cibhə aça, yeni bir düşüncə aça bilərik və bu yeni düşüncə bizi bu vəziyyətdən çıxadar. Salamlar, sayğılar, əziz dostum. Amma o günəcən ki, biz kitab oxumuruq dostlar, o günəcən elə bu çərx, elə bu mehvərdə fırlanacaqdır. O günəcən ki, biz insanlarımızın tərbiyyətinə, beyinlərinin düşüncə formunu dəyişdirməyinə çalışmırıq, elə bizim düşüncəmiz, rəftarımız, davranışımız, zehnisel fəaliyyətlərimizin hamısı İrançılıq dövrəsində olacaq. Nə qədər yox, biz Azərbaycancıyıq, Türkcüyük, millətçiyik, bunların hamısı düşünmədən deməkdir. Mühüm deyil ki, dildə biz deyirik, biz Azərbaycancıyıq, ya millətçiyik, ya Türkcüyük. Mühüm budur ki, bizim külli hərəkatımız, davranışlarımızın hamısının sonucu nəyə sonuçlanır, hangi nəticəni verir? Əgər bizim davranışlarımızın sonucu gedir bura ki, biz sonucunda İrançı olur. Mən bir dənə term düzəltdim, yəni bir söz düzəltdim. Balıq beyinli millət. Bilirsiniz ki, balıqların beyni hafizəsi 5 saniyə deyirlər. Deyirlər, əlbəttə hər balıq yox. Məsələn, valların, nəhəngilərin deyirlər, beyinləri çox gəlişmişdir. İnsandan sonra ikinci beyin ki, deyirlər, çox gəlişibdir. Dolfinlərin, valların beyinləridir. Amma normal balıqlar, aşağı sinfidə olan balıqlar beyinləri çox kiçikdir və 5 saniyəlik hafizələri var. Bizim millətimiz o cünəcən kitab oxumayıbdır, 5 saniyəlik beyinə sahibdir. Yəni, dünənəcən Azərbaycan, ana dili, Urmu gölü deyirdik, bu günləri farslar dedilər ki, hicab deyəcəyik. Biz də getdik hicaba. Yəni, biz bu rahatlıqda beynimiz 5 saniyə də çəkmir. Elə biri deyir, biz də ondan fəndəyə bənzirik ki, belə vurursan. Niyə? Çünki biz pan-İranist böyümüşük, biz pan-fars böyümüşük.
Bunu dəyişdirmək üçün yolumuz yoxdur. İlla bu ki, gələk kitab oxuyaq, milli kitablar oxuyaq, milli təhlil eləyək və bu suxəndarlıqla da olmaz dostlar. Əgər suxəndarlıq olsaydı, İran dövləti ya dünya dövlətləri mədrəsələr qoymazdılar, danışqah, xaliclər danışqahlar qoymazdılar. Biz gərək millət olaraq öz danışqahlarımıza onlayn qoyaq. Biz əgər dilimizə, tariximizə, ədəbiyyatımıza, musiqimizə, kültürümüzə, hər şeyimizə, milli düşüncəmizə icazə vermirlər, mədrəsə açılsın, danışqah açılsın. Biz gərək özümüz bunu onlayn açaq. Onlayn danışqah qoya bilirik. Və burada otururuq, elə o dərsi ki, gedib danışqahda deyəcək, onu burada deyəcək. Məsələn, bu dərsi mən əvvəl açanda dedim, bu dərs bir 6 vahid da 8 vahid danışqahı dərsdir. Buradan biz 50 cələsə oxumuşuq bu kitabı. Bundan da bu yüzden fikrim 50 cələsə oxuyacaq. Heç olmasa bu olacaqdır 110 saat ya 100 saat o dərs olacaqdır. Üst-üstə bir 4 vahid dərsdir, ta 5 vahid dərsdir. Ən azı mən fikirəm ki, bu cürsün. Amma bunun içində biz bunu eləyəndə görəcəksiniz ki, çox yuxarıdır. Onun üçün dostlar, bizim yolumuz Azərbaycan və türklərin İranda azadlıq yolu, istiqlal yolu, haqq yolu, hüquq yolu. Buradan keçir ki, biz qanunları, hüququ, ərz edeyim xidmətinizə, siyasəti, iqtisadı, camişünaslığı, rəvanşünaslığı, hər şeyi milli görək. Və ondadır ki, biz yavaş-yavaş başlayacağıq və bunları da öyrədək millətimizə. Yəni, gələk bir dənə kitab qoyaq, deyək ki, farslar belə yazıblar, ya ingilislər belə yazıblar, fransəllər belə yazıblar. Amma Fransa toplumu ilə, Fars toplumu ilə, Amerika toplumu ilə, Rusiya toplumu ilə, ərəblərin toplumu ilə bizim toplumumuzun fərqi var. Onun üçün biz gərək özümüzün baxışımızın üstündə toplumumuzu aparaq qabağa və educate eləyək. Mən bu əsasda bu 3-cü kitabda oxuram və bu kitabında 91-ci səhifəsində yox. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirilənin portresi. Bu kitabın əsli fransızcədir. Və mən fransızcasını başarmadığım üçün, oxumaq üçün bunun türkcəsini oxumağa başladım. Və dostlar, dedim ki, mənim türk dilində və xüsusən latin oxumaq dilində, latin əlifba ilə oxumaq dilində çox müşkülüm var. Və bu kitabı 2 məqsədlə oxuram. Bir, bu ki, latin əlifba ilə türkcəni oxuyayım. İkinci, bu ki, latin əlifba ilə təxəssüsü kitab oxuyayım. Hər halda bu kitab ki, oxuruq, camişünasi, siyasi, tarixsəl, ideolojik bir kitabdır. Bunun üçün burada o lüğətlər ki, o sözlər ki, bunda yazılıbdır, bu normal kitablarda deyil. Yəni, biz nağıl oxumuruq. Biz elmi bir kitab oxuruq. Təhqiqati bir kitab oxuruq ki, camişünaslığı var, bunun içində rəvanşünaslığı var, bunun içində yəni, toplumsal elm var, psikoloji elmi var, tarixsel elmi var, siyasi elmi var, mübarizə elmi var və bunların sözləri mənim üçün tazalığı vardır. Çoxunu da bilmirəm. Çünki oxumamışam ki, ömrümü burada qoymamışam. Onun üçün də naqisdir. Yavaş oxuram, zorundan oxuram, çətindən oxuram, qələt oxuram. Bəzən kəlmələrin anlamı, dostların biri zəng elədi, dedi ki, filan kəlməni sən orada filan mənayı işlətdin, amma burada fəlsəfi mənası var. Sağ olsun, var olsun. Təşəkkür edirəm. Köməklik elədi ki, düşünəm. Bir ayrı hədəfim də budur, dostlar. Görün ki, İnsafəli Hidayət türkünü zorundan oxuyur, çətin oxuyur. Xüsusən elmi kitabları çətin oxuyuram. Onun üçün bilin ki, mən də zəhmət çəkirəm, örgəşəm. Siz də zəhmət çəkin, örgəşin və qorxmayın. Gəlib adam, bu ki, mən bu kitabı yavaş oxuram, bundan utansam, heç vaxt bu kitabı oxumaram. Özümüzə cəsarət verəcəyik, gələcəyik, yeni bir cibhə açacağıq, bu cibhədə çalışacağıq. İnsanlar da görəcəklər ki, mən də İnsafəli tay çalışa bilirəm. Yox, mən İnsafəlidən yaxçı çalışa bilirəm. Tamam, yaxçı gəlsin, oxusun. Çox gözəl olar və çox da yaxçı olur. Və mən də inanın. Məsələn, ağay əgər iştibah eləmişəm, Əbdülrəhim Bədii fikircəm.
fikir edirəm, adı indi yadıma dəqiq gəlmir. O məsələn İslam və türklük adında bir bəhslər başlayıbdı. Məsələn mən onun müştərisiyəm. Bəzi bəhslərini 3 dəfə qulaq asmışam burası. Yəni 10 dəqiqə, 14 dəqiqəlik, 15 dəqiqəlik bir bərnamələr düzəldir, qoyurur. O vaqəən əlləri ağrımasın. Taza sözlər deyir. Yəni niyə biz bunu qulaq asmayaq? Niyə milli düşünməyək? Niyə məzhəbi, dini, Allahı, camiəni, toplumsal vəziyyəti, inqilab teorilərini falan toplumsal düşünməyək? Azərbaycançılıq və türkçülük üzərinə düşünməyək. Niyə? O gün necə düşünməmişik dostlar? Hangi dildə, hangi kültürdə oxuyuruq və onu tərcümə edirik, sadəcə ona nökər olduq. Biz indi üçün çox kitab farsları oxumuşuq. İstər-istəməz hamımız farsların nökəriyik. O günüzdən ki, beynimizi değişdirək. Hər halda bu kitabı yazan, bu kitab türkçəyə tərcümə olubdur. Mən türkçəsini oxuyacağam. Latin əlifbası ilə. Amma bunun farsçası var. Bunu Calib budur. Gene adı yadımdan çıxdı o xanımın. Mən onun kitabında burada oxudum. Yarım səhifəsi. Çox içində təhrif olduğu üçün onu oxumadıq. Pişnahad da eləmirik, onu oxuyasınız. İngiliscəsini oxuya bilsəz ya fransızcəsini, olmasa türkçəsini, təklifim budur ki, türkçəsini oxuyun. Və türkçəsi də latincədir. Feylən bu ərəb əlifbasına çevrilməyibdir. 91-ci səhifədə yeni bəxşə keçdik. Buracan kitab 2 bölümdən ibarətdir. Birinci bölümdə yazarın da adı Albert Məmidi Tunislidir. Özü Tunisdə dünyaya gəlibdir ki, Tunis o zaman Fransənin işğalında idi və Fransənin sümürgəsi idi, yəni müstəmirəsi idi. Getdi Fransada dərs oxudu, qeyddi, döşkürasını alandan sonra qeydir, gedir Tunisə, görür ki, inqilab olubdur, millət əlinə silah görüblər, Fransəlilərlə savaşır və bu kitabı o məqtədə yazıbdır. Bunun da biz müqəddəməsini oxumadıq, dedik qalsın kitabı qutarandan sonra qeydək. Çünki bunu müqəddəməni yazan bir böyük profesordur ki, adı yadımdan çıxdı mütəəssifanə. Bu da dedim taza bir müşküldür, təsadüfdən sonra özünü çox göstərir. Kəlmələri unuduram, adları çox unuduram, səsləri unuduram. Amma bildiyim qədər bir profesordur, Fransəli, çox məşhurdur, İranda da məşhurdur. Onun üçün onu müqəddəməni də saxladıq əvvələ. Birinci bölümdə Jean-Paul Sartre, Jean-Paul Sartre'ın müqəddəməsi qalsın, sonra oxuyacaq. Birinci bölümdə sadəcə gəldi, dedi, istemarçı kimdir? İstemarçı İranın ülgü tutsaq, İranda istemarçı hər o adam ki farsdır. Bugün indi doğur, indi bimaristanda ya evdə doğurulur, nənəsi onu doğur, o bir dənə istemargərdir, istemarçıdır, sümürgəçidir. Niyə? Çünki onun bir iddə haqları var ki, sənin o haqqın yoxdur. O uşaq ki, nənədən indi doğdu, onun bir haqları var ki, səndə yoxdur. Məsələn, onun özünün dövlət haqqı var. Sənin özünün dövlət haqqın yoxdur. Onun dövləti qurulubdur, onu tərbiyyət eləyəcək dövləti üçün. Amma sənin dövlətin yoxdur ki, qurula, səni apara öz dövlətliği üçün. Başda gələn haqq budur. Dövlətçilik ən böyük haqqıdır. Hakimiyyət milli. Ən böyük haqqıdır, o sizin yoxdur. Ondan sonra fars dili, o ana dilində böyüyəcəkdir. Elə indidən deyəndə fars, onun bir haqları var ki, sənin yoxdur. Elə fars adı gələndə, onun bir haqları var ki, sənin yoxdur. Məsələn, o öz dilində dərs oxuya biləcək. Elə indidən ona haqdır, verilibdir. Amma o haqq sənə verilməyib ki, öz dilində dərs oxuyasan. Bu da istemarın bir şeyidir. Onun bir imtiyazları vardı. Farslıq ona verir, sənə vermir. Onun üçün də bizim insanlarımızın bir çoxu, Türk olsun, Ərəb olsun, Bəluç olsun, çalışırlar, farsı danışarlar ki, o haqlar ki, farsların varıdır, onu alsınlar. Amma bu kitab və təcrübə, tarix təcrübəsi dedi ki, misal vurduq. Əlcəzairi misal vurduq, Tunisi misal vurduq, Latin Amerika ölkələrin hamısı misal vurduq ki, bunlar İspanya dili danışırlar, Fransa dili danışırlar, İngilis dili danışırlar, amma
700 il, 600 il Fransa dili danışandan sonra, ya İspanya dilini danışandan sonra, ya Portugal dilini danışandan sonra bu günləri dünyanın ən geri qalmış millətlərindəndirlər. Yəni bu ki İranda biz fars danışaq ki, uşaqlarımız mədrəsəyə gedəndə dərsi yaxşı düşsün, farsların olan haqlarını alsın, bu imkansızdır dostlar. Olanaq bir şey deyil. Və ikinci sümürgəçilər kimlərdir? İkincisi o adamlardır ki, Fars dövlətinə işləyirlər. Fərq eləməz ki, ustad danışqahdır, ustandardır, nümayəndə məclisdir, şurayı şəhərdir, bank işləyənləridir, rəis amuzuş pərvərişdir, müəllimlərdir, fərq eləməz süpürgəçidir, ya rəisdir. Heç fərq eləməz. Hangi idarədə və hangi səviyyədə işlir? Bunlar ya istemarçıdırlar, ya da istemar yanlısı, yəni tərəfdardırlar. Məsələn, bunlar panfarsdırlar. Bunlar fars dilin üstün bilirlər. Bunlar fars dilini vacib bilirlər bizim üçün. Fars tarixin, fars ədəbiyyatın filan, bəhman. Bunlar məsələn Azəriha bunlardandırlar. Çox savadlı da ola bilərlər, ustad danışqah da ola bilərlər, amma bunlar ziddi öz millətləridirlər. Birincisi budur ki, bunlar öz millətlərinin ziddidirlər. Üçüncü kimdir? Üçüncü o adamlardılar ki, öz topraklarından köçürlər, gedirlər farsların içinə, farslaşmağa və fars şirkətlərini işləyirlər. Ya hətta bizim topraklarımızda farslar şirkət qruplar, biz onlara işləyirik. Bu da yenə sümürgə yanlısı deyirlər türkcə. Yəni tərəfdardır ona və o tərəfə gedir ki, sümürgələşdirsin. Sonra da bunların rəvani vəziyyətini bəhs elədik ki, kimlərdir? Bunların bir iddəsi farslılar ilə fars dövləti özü göndəribdir Azərbaycana, ya türklərin içinə, qəşqailərə, xəleslərə, türkəmənlərə, ya da ki, istihdam eləyibdir türkləri türklərin içinə. Ya istihdam eləyib türkləri göndəribdir ərəblərin, bəluçların, lorların içinə. Onların sümürgəsindən. Fərq eləməz. Bunlar da yenə sümürgəçidirlər. İndi bu gündən başlayırıq ki, sümürgələşdirilən, yəni müstəmirə olanların nə şəraiti var, nə vəziyyətdədirlər, kimdirlər, nə cür yaşarlar, tarixləri nədir olar, beyinləri nədir olar, düşüncələri nədir olar, yolları nədir olar, iqtisadları nədir olar, rəvani vəziyyətləri, toplumsal vəziyyətləri nədir olar, bunları bəhs edəcəyik. Bundan bu üzə bu kitabın buradan oxuyacağıq. İndi mən fikirlərim bir 10-15 dəqiqədə elə vəzimizi bura qoyduq, kitabı başlayaq. Bismillahirrahmanirrahim. Birinci bu fəsl, yəni kitabın ikinci bölümü özü neçə fəslidir. Birinci fəslin başlayırıq. Sümürgələşdirilənin mitsəl portresi. Mit dedik ki, osturə. Latincə sözdür, türkçəcə çıxıbdır, elə burada da işlədir. Portre dedik təsvir. Yəni o zehnimizdə olan baxış, düşüncə. Təsvir-i zehni. Əgər istəyək ərəbcə desək. Sümürgələşdirilən, yəni müstəmirə olan, onun mitoloji sistemi, düşüncəsi. Tamam. Tıpkı burjuvazinin bir proletarya imgəsi sunması gibi sümürgecinin varlığı da sümürgələşdirilənin bir imgəsinə çağrı yapar və bunu dayatır. Tıpkı, bilirsiniz öyle tıpkı ərəbcə sözdür, türkçələşibdir, biraz tıpkı deyirlər. Tıpkı burjuva dedikçe o adamlar ki pul sahibi, sərvət sahibidirlər, onlara deyir. Bir proletarya fikir Rus sözdür ya Latin sözdür, bilmirəm. Hər halda bəlkə də Almancadan gələn bir sözdür. Mənzur karicər farsça deyirlər, əmələ, işçi. Bu odur. İmgəsi, image sözü ki vardır Latincə, onun türkləşmişidir, imgə deyir. İmgəsi təsvir, image, təsvir. Sunmaq, təqdim eləmək gibi də ki, kimi sümürgəcinin, istemargərin varlığı da, varlıq budən həsti, sümürgələşdirilənin müstəmirə olmuşun bir imgəsinə, bir təsvirinə
çağrı yapar, çağrı deyək ki, dəvət. Çağrı, dəvət yapar, dəvət eləmək və bunu dayatır və bunu saxlar, dayar, saxlar. İndi burada nə dedik? Yəni, bu kəlmələr taza deyil. Bunları qabaqcan oxumuşuq, amma dostlar heç bugün gəliblər. Onun üçün biraz deyir ki, burjuvazinin bir xaricər üzərində olan, xaricərlərin zehnində olan burjuvaziyadan bir təsvir, sümürgəçinin də, necə ki deyir, xaricərlərin burjuvaziyadan bir təsəvvürləri var, sərmayedardan, ya sərmayedarın xaricərlərdən bir təsəvvürü var. Deyir, eynən, gibi eynən, sümürgəçinin də, istemargərin də varlığı da sümürgələşdirəndə bir müstəmirə olunmuşda bir zehniyyət çağırır və onu saxlır. Yaradır və onu saxlır. Pəs, o cürə ki, sərmayedarın xaricərin sərmayedardan bir təsəvvürləri var zehnilərində, bir düşüncələri var. Eynən, istemargərin də müstəmirə olanın üstündə o cür bir təsəvvürü var, zehniyyəti var. Bu imgələr sümürgecinin və burjuvanın varlığının və davranışlarının şok edici görünməməsi üçün bahana halinə gəlir. Deyir ki, bu təsvirlər ki vardı zehnimizdə, bu təsvirlər, bu imgələr, təsvirlər, təsvir ərəbcə sözdür. Farsıda təsvirə məna yoxdur. Yəni, mənası var, özü istəyirəm. Kəlmə yoxdur. Təsvir özü ərəbcədir. Ərz edeyim xidmətinizə ki, əksi də ərəbcədir. Və bunun müadili farsçada yoxdur. Siz, məsələn, istəyirsiniz ki, filan kəsin əksi, onu tapanmazsınız farsçada. Yoxdur, onun əksini mənə. Mənim zehnimdə bir təsəvvürüm var. Bir düşüncəm var. Farsda siz bunu deyənməzsiniz. Çünki fars fəqət, dostlar, elmi dili deyil, fəlsəfə dili deyil, hüquq dili deyil, şəriiyyat, fiqh dili deyil, din, irfan dili deyil, fəlsəfə dili deyil, məntiq dili deyil, hesab, riyaziyyat, həndəsə, fizik, şimi, tibb, bunların dili deyil. Sadəcə gündə danışmaq dilidir və bu gündə danışmaq diliyinə şeir yazmaq olar. Amma şeirin özü bir elmidir, dostlar. Bunun əruz deyirlər. Bunun elminin də adı əruzdur. Əruz elmi də mütəəssifanə farslı dilinin yoxudur. Ərəb dilindən alınmışdır. Fars dili tüm gündəlik dildir, mürəkkəb dildir. Yəni, bir xalis dil deyil. Bunun 65%-na yaxını ərəbcədir, bir 10-a yaxını türkcədir, 5-ə yaxını da latincə dillərdən gəlir. Yəni, üst-üstə baxsınız, görərsiniz ki, bu dilin 85-85%-na qədər dildə ki, gündəlik danışırlar və şeir yazırlar. Bunun 85%-i türkcə, ərəbcə, latincədir. Onun üçün bu, məsələn, təsvir sözü yoxdur. Bizdə də yoxdur, əlbəttə. Biz şəkil istədirik ki, ərəbcədən gəlməkdir. Şəkil özü ərəbcədən gəlməkdir. Amma indi burada imgə istədir. Həman dedik ki, imcədən gəlir. Image. Sümürgəcinin və burjuvazının varlığının, sümürgəçinin, istemargərin və sərmayedarının varlıqlarının həsti budən, həsti və varlıqlarının və davranışlarının, onların davranmaq, yəni rəftar, hərəkat, davranışlarının şok edici, şok edən, şok verən görünməməsi üçün, deyir, onun görünsənməməsi üçün şok verici bir rəftar şeyləri var. Bəhanəsi və bəhanəsi var. Onun buna görə ki, görsənməsin, o təsviri ki, sümürgədə, yəni biz indi farslılar görsənməsin deyə deyir, onun bir şok verici bir bəhanəsi var ki, farslıları biz görməyək.
İranda hətta farslar özləri diqqət buyurun, özlərini inkar edirlər. Fars adında bir qovm və millət yoxdur deyərlər. Fars adında bir torpaq yoxdur. Bir Fars iyaləti var ki, o da mütəəssifanə taza bir iyalətdir. Yəni İran düzələndən çox sonra düzəlibdir. İran 1313-də düzəlib dostlar. 1313-də. Yəni indi 1401-dir. Yəni 88 il bundan qabaq düzəlib İran. Fars dediği iyalət indi Ustani Fars, bu ondan sonra düzəlibdir. Yəni İran düzələndən sonra Fars. Ondan qabaq tarixdə Fars adında torpaq yoxdur. Əl-Əhvaz var, Loristanat, Bəxtiyarı var, Qəşqayistan var. Və şey yoxdur. Farsistan yoxdur. Bir dana şəhər var, adı Şirazdır. Əgər Hafizi əsas tutsaq. Hafizi əsas tutmasaq, Şiraz adında bir şey də tarixdə yoxdur. Amma indi Hafizdir, Sədidir, nədir o, Firdosidir. Bunların da tarixi tazadır. Yəni bunlar Tehran dili ilə yazılıblar. Bunlar Farsın, əgər 1000 il bundan qabaq Firdosi yazılsaydı, 1000 il bundan qabaqki Farsı özləri dedikcə, gərək Farsi miyani olaydı. Amma onunla yazılmayıb, taza Fars. Bunu göstərir ki, bu kitablar taza yazılıblar. Amma bunları bizə qədimi göstərmək məcburiyyətən qalıblar. Pəs, indi deyir ki, bu sümürgəçilərin bir şok edici bir bahanaları var ki, özlərindən olan təsviri gizləsinlər. Misal vurduq ki, Farslar nə cür? Hətta dostlar, dünənləri bir xanım bacımız əksinə görə çox cavandır, amma gözəl bir təhqiq eləyibdir. Adam baxıb ki, mən baxım görün, türk sözü ki, Hafiz məsələn deyirlər, baxın Farslar deyirlər 800 il bundan qabaq, bir adam var idi Hafiz və bu kitab yazıbdır. Bir adam var idi Sədi və bu kitab yazıbdır. Bir adam var idi Firdosi və bu kitab yazıbdır. Və bu kitab dünənəcən çap olurdu. İndi bunun dünənki çapına bir baxaq görək ki, dünənki çapı ilə 100 ilki çapda 10 il bundan qabaqki çapın nə fərqi var? 40 il bundan qabaqki çapın nə fərqi var? Calibdir. Gözəl fərqi tapıbdır. Hətta Şəhriyarın, bizim Şəhriyarımız ki, Fars şeir yazıbdır, bəzi şeirləri Farscadır. Onun 10 ilki çap olmuş bundan qabaq, 10 il bundan qabaq çap olmuş kitabı ilə bu il çap olmuşu gətirib qoyub bir-birinin qabağına deyib ki, görək. Burada əl aparıblar, İnsafəli Hidayət, o, bu deyirlər ki, kitablar cəlidirlər, əl aparıblar filan bəhman. Bir təhqiq eləyim, görüm ki, doğru deyir ya yalan deyir. Gəlib qoyub qabağına baxıb görüb ki, Hafiz deyib ki, məsələn, nə mənədir o, Tork Şirazi به دست آرد دل ما را deyir, görüb ki, yazıbdır Xuban Şirazi. O türkü orada eləyibdir Xuban Şirazi. 4-5 tane da misalını gətiribdir xanım bacımız ki, filan şeirlərində tamam o yerlərdə ki, türk sözü var. Məsələn, bir dana şeirini gətirib, indi mən bunu mütəəssifanə tapa bilməyəcəm oxuyam, amma gözəl gətiribdir. Deyir ki, burada yazıb ki, məsələn, Tork tərk, bu türk sözü TR yazırlar, TRK Farsça yazırlar. Deyir, bu türk sözü, bir də tərk sözü var. Məsələn, ona əvvəldəki söz ki, türk anlamına gəlir, onu yazıbdır ki, Xubani. Və onu ikinci tərk qalıbdır yerində. Bilirsiniz? İndi dostlar, dəqiqən bunlar tarixi dəyişdirirlər indi yavaş-yavaş. Yəni, hər yerdə türk sözü var, onu çıxadırlar. Bu, o şok edici bir şeydir. Yəni, bunlar yavaş-yavaş tarix düzəldirlər. Bunların tarixi yoxdur. Bunların dillərinin, millətlərinin tarixi yoxdur. Dostların biri çox ciddi çalışır ki, sabit eləsin Kürdlər yeni gəlmədirlər İrana. Və bunlar Hindistandan 1-ci və 2-ci Dünya Savaşında gəliblər bu məntəqiyə.
Birinci və İkinci Dünya Savaşında. Çox ciddi bunun üstündə çalışır, əkslər qoyur, sənədlər qoyur və burada libaslara işarə edir, filan bəhman göstərir ki, beləsi bir şey var. Bu taza bir təhqiqatla başlayır dostumuz, görəxsiz sonucu nəyə çıxacaqdır. Amma mən şəkkə düşmüşəm, mən şəxsən özüm bu şəkkə düşmüşəm ki, ola bilər düz olsun. Ola bilər düz olsun. İkinci şey ki görünür, budur ki, farslar, mən özüm fərziyyəm buyudur, amma dostlar daha bunu ciddi gedirlər. Mənim özüm fərziyyəm budur ki, imkansızdır şimaldan cünuba axım olsun, köç olsun. Hətmən gərək güneydən quzeyə köç olsun. Cünubdan şimala köç olsun. Çünki cünubda hava istidir, imkan yaxçıdır, doğmaq, yemək, içmək, su çoxdur, ağaçlar çox yaxçı, meyvələr verirlər. Dedim, bəzi meyvə ağacı var ki, dostlar, məsələn, mən Kanadaya gələndən sonra gördüm ki, güneydən gətirirlər. Yəni, Latin Amerikadan ya Hindistandan gətirirlər meyvələr. Meyvələri ki, ağırlığı 30 kilo, 40 kilodur, qarpızlar, böyük qarpızdan yekədir. Bu ağacın qanadından ya budağından aslansa onu sındırar. 2 danası aslansa sındırar, qətən sındırar. Onun üçün bu ağacın kötüyündə bitir. Ağacın kötüyündən bunun qıplağı, saplağı yapışır, ağacın kötüyündən aslanır. Ya o qanadlardan aslanır ki, ağac kötüyü qədər güclüdürlər. Bu meyvələr bizim torpaqlarda olmaz. Quzeydə əslən olmaz. Quzeyə getdikcə ağaçlar kötüyü yoğun olar, qanadları şey olur. Məsələn, Kanadanın ağaçları, meşə ağaçları getdikcə şimala kacdılar ki, ağaçları kötüyü vardı, tıqqılı qanadları vardı. Orada bir 5 kiloluq meyvə olsaydı, o sunardı, düşərdi yerə. Yaxşı, ya 2 kiloluq, ya yarım kiloluq belə meyvə olsaydı, çox ağaçları, yəni kaca baxsaz, kac ağacı dediyimiz ki, bizim dilimizdə şeydir, mütəəssifانə mənim getdikcə zehniyyətim xərab olur. Bu kac ağacı dediyimiz ağacın baxsaz şeyləri yoxdur. Qanadları yoxdur. Cıqqılı çox zərif qanadları vardır ki, sunar düşər yerə. Əgər orada meyvə olsa, yəni bir də alma da çıxsa o sına bilər. Yəni bu qədər mütəəssifانə şeydir. Hər halda farslar qətən Hindistan tərəflərindən gəlməlidirlər İrana. Və dostlar, mən şah zamanı çox kiçiyi 13 yaşım var idi. Amma onların ruznamələri, məcəllələrini oxumağa çalışardım o zaman. İlmək salardım və həftəliğimdən biraz da izafə kar işlərdim. Ondan şey elərdim, lay salardıq türkçesi. Gedərdim, məsələn, Keyhanbətçi alardım, danışmənd o zaman çıxardı, danışmənd alardım, Cəvanan alardım, köhnəsini alardım özdə. Yəni, məsələn, 1 ay qabaq, 2 ay qabaq alıblar, oxuyublar, gətiriblər, veriblər ruznamə satana, o dəkkədə. Mən də gedərdim ondan, xüsusən Gəzildə bir dənə kitab furuşu var idi o tayda, Gəzilin o tayında, orada bir də Gəzilin içinə girən o şuluq yerişi vardı. Orada bir dəkkə var idi, o ruznamə satardı, o da yenə də köhnəsini satardı. Mən gedərdim, məsələn, fərzən 5 tümən verəndə bir 15 dənə məcəllə alardım. Keyhanbətçə, Cəvanan, Danışmənd, bunları alardım, gətirərdim, oxuyardım. O zaman özləri deyərdilər ki, fars dilinin kökü sanskritdir. Və farslar hindi. Ona görə də bunlara deyərlər ki, fars dilinin kökü sanskritdən gəlir. Dostlar, mənə evdən işarələrdə ki, bir dənə emergency bir məsələ gəlibdir. Getməliyəm. İcazənizlə bu kitabı sabah başlarıq, əvvəldən oxuyarıq. Sağ olun. Mən bunu da fikir edirəm ki, seyv eləməsək olar, amma seyv elərəm qalar. Sağ olun, təşəkkür edirəm. Hələlik. Niyə?